İnsan hüquqlarının qorunması işində BMT-nin öz fəaliyyət prinsipləri var. Adı çəkilən mötəbər qurumun insan hüquqları üzrə ali komissarlığı insan haqlarının müdafiəsi ilə bağlı seminarlar təşkil edir və maarifləndirmə işləri aparılır. Mingəçevirdə reallaşan trening seminar da bu baxımdan çox əhəmiyyətli olub. Mingəçevir şəhəri BMT-nin insan hüquqları üzrə Ali Komissarlığının təklifi ilə keçirilən 2 günlük təlim kursuna ev sahibliyi edib. Seminar vətəndaşların əmək hüquqlarının müdafiəsi və Ümidli Gələcək Gənclər Təşkilatının təşkilatçılığı ilə baş tutub. Kursa Mingəçevir şəhərindəki idarə və təşkilatların nümayəndələri, həmçinin El televiziyasının əməkdaşı da qatılıb. Respublikanın 8 rayonunda təşkil olunması nəzərdə tutulan seminarda kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının iştirak etməsinin daha vacib olduğu vurğulanıb. Universal dövrü hesabatlar barədə məlumatların ilkin olaraq QHT və media vasitələri tərəfindən verilməsinin vacibliyi önə çəkilib. Bizim məqsədimiz bu artıq ikinci dəfədir ki, təqdim olunacaq. Biz çox istərdik ki, QHT-lər, regionlarda çalışan, fəaliyyətdə olan QHT və media nümayəndələri yaxından insan hüquqlarının Azərbaycanda durumunun, vəziyyətinin araşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, hansı hüquqların, hansı vəziyyətdə, harada problemlər var, yoxdur. Onlar da bu 2 günlük seminar təşkil edib, QHT və medianın adından bir hesabat təqdim etməkdir. Kurs zamanı iştirakçılar böyüklərin və uşaqların hüquqlarının pozulması ilə bağlı hələ də müəyyən problemlərin yaşandığını dilə gətiriblər. Əsasən ünvanlı sosial yardımların verilməsi, əlillərin cəmiyyətə qaytarılması, iş yerlərinin tapılması ilə bağlı Mingəçevirdə ciddi çətinliklərin hökm sürdüyünü vurğulayıb. Kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları və yerli hakimiyyət orqanları arasında sağlam mühitin yaradılmasının önəmli olduğu fikri irəli sürülüb. Bundan əlavə nitq, dil qüsurlu uşaqlar üçün xüsusi mərkəzlərin açılmasının gərəkliliyi qeyd olunub. Təhsillə bağlı narahat edici problemlərin mövcudluğundan da söhbət açılıb. Rəhman Əsədov, Xəyyam Rəsulov, Nigar Mustafayeva, LTV Mingəçevir.